Salam, hörmətli tamaşaçılar, axşamınız xeyir olsun. Artıq 2016-2017-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanı başa çatıb və bu ilin ilkin nəticələrinin statistikasını, eyni zamanda ixtisas seçimi ilə bağlı dəyərli məsləhətləri vermək üçün bugünkü efir vaxtımızda studiyamızın qonağı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məlikə xanım Abbaszadədir. Axşamınız xeyir olsun Məlikə xanım, xoş gəlmişsiniz. Və kifayət qədər tamaşaçı var ki, sizin fikirlərinizi səbirsizliklə gözləyir və sizin dəyərli məsləhətlərinizdə çox böyük ehtiyacları var. Onu da qeyd edeyim ki, əziz tamaşaçılar, siz bizim canlı efirə telefon zəngləri vasitəsilə qoşula bilərsiniz. Telefon nömrələrini xatırladıram. 404-11-65 nömrəli telefona zəng vurmaqla Məlikə xanıma birbaşa suallarınızı ünvanlaya bilərsiniz. Eyni zamanda Açıq Dərs Facebook səhifəsinə öz fikirlərinizi, mesajınızı, sualınızı ünvanlaya bilərsiniz və biz burada canlı olaraq sizin suallarınızı cavablandıracağıq. Məlikə xanım, ilk olaraq bu ilin ilkin statistik nəticələri və artıq nə qədər abituriyent ərizələrini təsdiqləyib, nə qədər abituriyent ərizələrin təsdiqləmə mərhələsindədir. Bunu sizdən eşidək. Buyurun. Çox sağ olun. Bugünkü veriliş çox vacib verilişdir. Mənə elə gəlir ki, çünki imtahanlar bitibdir. Hər bir imtahanda iştirak edən şəxs öz nəticələrini bilir, öz cavab kartının qrafik təsvirini əldə edibdir və öz səhvlərini də əyani şəkildə görübdür. Hal-hazırda çox vacib bir mərhələyə biz gəlib çatmışıq. Bakalavr pilləsində ən kütləvi imtahanlar bilirsiniz ki, bakalavr pilləsində olur. Bakalavr pilləsində demək, bakalavr olmaq istəyən insanlar öz ixtisaslarını seçirlər. İxtisas seçimi çox bir vacib prosesdir. Çünki o ixtisas seçimi başa çatandan sonra ayın 10-una qədər, 29-undan başlayıbdır. Ayın 10-una qədər bu davam edəcəkdir. Həmin gənclərin, həmin abituriyentlərin, onların topladığı ballarının əsasən, onların yazdığı ərizələrdə kodları nəzərə almaqla biz onları ali məktəblərə yerləşdirəcəyik. Və bu nəticədə kimsə hansısa istədiyi ixtisasa qəbul olunacaq, bəlkə kimsə isə o öz arzusuna çata bilməyəcək. Bu proses artıq başlayıbdır. Bugün mən bura gələndə 11.900 bakalavr pilləsində imtahan verən şəxs öz ərizələrini təsdiqləyib, öz seçimlərini eləyibdir. Təbii ki, bu, yenə də təkrar edirəm, bu seçim hər bir şəxs üçün çox individualdır. Kimsə konkret ixtisası seçir, kimsə ali məktəbi seçir və yalnız o ali məktəbdə oxumaq istəyir, kimsə yalnız dövlət sifarişli yerləri seçir. Kimsə bir ixtisas istəyir. Kimsə yalnız bir ixtisas istəyir və o imkan ki, yaranıbdır hər bir gənc üçün 15 ixtisas yazmaq. Heç də mütləq deyil ki, mütləq 15 ixtisası seçsinlər. İstədikləri ixtisasları seçməlidirlər ki, çünki bu proses başa çatandan sonra çox zaman belə fikirlər səslənir ki, mən bu ixtisası istəmirdim, məni ora göndərdilər. Mən, misal üçün, Gəncədə yaşamaq istəmirəm, amma məni Gəncə Universitetinə göndəriblər. Bilirsiniz, heç kimi məcburi olaraq nə bir ixtisasa demək yerləşdirir, nə də hansısa bir ali məktəbə göndərir. Bütün bu istəklər ərizə formasında abituriyentlər tərəfindən yazılır və təsdiqlənir və onların ərizəsi bizim üçün hüquqi bir sənəddir. Bu sənədə yazdığı ərizələri yazmaqdan əvvəl gərək seçsinlər. Və çox zaman bu prosesdə abituriyentlər özləri yox, onların valideynləri yox, hansısa kənar şəxslər də iştirak edirlər. Hansı ki, bu kənar şəxslər bu prosesə bilirsiniz, bir xidmət kimi baxırlar, belə xidmət göstərirlər. Hansısa müəllimlər, hansısa ayrı demək, kursların nümayəndələri və sonra müəyyən olunur ki, demək, onun istədiyi və ola bilsin balı çatdığı ixtisasa bu uşaq qəbul olmayıbdır. Ərizəni də yazanda özü yazmayıbdır, kiməsə havalə edibdir. Bax, buna görə mən bugün sözün doğrusu bu studiyaya gəlmişəm ki, bu çox vacib bir mərhələdir. Hamı öz balını bilir və
hamı bilir ki həmin balla neçənci yerdədir. Çünki biz buraxdığımız bütün bu məlumatlar, statistik məlumatlar hər bir qrupa aid olan belə kitabçalar var. İxtisas seçimi zamanı nələrə diqqət yetirmək lazımdır. Və bu kitabçaları internet vasitəsilə bizim saytımıza daxil olub, çap eləyə bilərlər, öz kompüterlarından da köçürə bilərlər. Və hər bir insanın demək, nəticəsi varsa, buradakı cədvəldə müəyyən edə bilər ki, ondan daha çox nəticə kim göstəribdir, neçə nəfər var, Yəni kim bunun raqibidir, var, bəli, bu şansları müəyyənləşdirmək lazımdır. Təbii ki, mən onu deyə bilərəm ki, hər bir qrup üzrə, misal üçün, birinci qrup üzrə bizdə ümumi plan yerləri 13.632-dirsə, 200 baldan yuxarı nəticə göstərib və bu müsabiqəyə buraxılan şəxslərin sayı 11.406-dır. Siz görürsünüz ki, bu müsabiqəyə buraxılan 200 baldan yuxarı nəticə göstərən birinci qrupda hər bir şəxsin şansı var, qəbul olunsun. Çünki müsabiqəyə buraxılanların sayı plan yerlərinin sayından azdır. Amma burada bir məsələ də var ki, əsas demək müsabiqə vəziyyəti yaranır dövlət sifarişli yerlərdən. Yəni ödənişsiz. Bəli, ödənişsiz və burada müsabiqə vəziyyəti tamamilə ayrı cürədir və biz buna yenə də qayıdacağıq. Hər bir qrupda isə mən bütün qrupların demək rəqəmləri sadalaya bilərəm. İkinci qrupda plan yerləri 12.315-dirsə 200 baldan yuxarı nəticə göstərilib və müsabiqədə iştirak etmək hüququnu qazanan 10.621 nəfərdir. Yəni burada da 2000 plan yeri demək olar ki, 2000-dən çox plan yeri boşdur. Demək, üçüncü qrup üzrə bizdə ümumi plan yerləri demək 9.782-dirsə, 9.535 nəfər 200 baldan yuxarı nəticə göstərib və müsabiqəyə buraxılır. Yəni demək olar ki, üçüncü qrup ən yüksək nəticə birə-birdir göstərənlər. demək olar ki, sayı çoxdur, imtahan verənlərin sayı çox idir. Dördüncü qrupda bizdə demək, ümumi plan yerləri 3.310-dursa, burada demək, müsabiqəyə buraxılıbdır 2.823 nəfər. Yəni Məlikə xanım, müsabiqəyə buraxılanların qəbul olma şansları çoxdur. Hamısının şansı yüksəkdir, amma seçimi düzgün etməlidirlər və onlar təhsil almaq istəyirlərsə və ödənişli təhsil almaq istəyirlərsə, onların şansı var. Ödənişli təhsilin də demək, müxtəlif növləri var da, bizdə özəl ali məktəbləri var, bizdə dövlət ali məktəbləri var, bizdə elə dövlət ali məktəblər var ki, orada demək, müsabiqəyə buraxılmaq üçün uşaqlar ərizə verirlər. Amma orada ola bilsin ki, hətta ödənişli təhsil formasında olan o ixtisasa keçid bal daha yüksək formalaşacaq. Nəinki ayrı bir ixtisasda dövlət sifarişli yerdə. Burada ixtisasın seçimindən də çox şey asılıdır. Ümumi hansısa bir məsləhət hamı üçün vermək qeyri-mümkündür. Bəli, bəli. Və ixtisas seçimində ola bilsin çətinliklə qarşılaşan bir tamaşaçımız zəng edib. Axşamınız xeyir olsun, özünüzü təqdim edin və sualınızı eşidək. Salam əleyküm. Axşamınız xeyir, buyurun. Natiq Allahverdiyevə danışıram. Məlikə xanıma sualım var. Deməli, tələbə 200 baldan aşağı yığıb, 3-4 bal aşağı yığıb, onun boş qalan plan yerləri, dolmayan yerlərə şansı varmı sonraki müsabiqələrdə nəsə belə? Yəni konkret nə qədər balı var? 197. 197, bəli. Təşəkkür edirik. Bu Buyurun. sual bizə çox verilir. Mən tam demək, dəqiq cavab verə bilərəm. Artıq ikinci ildir ki, biz minimal keçid bal, müsabiqədə iştirak etmək bal müəyyənləşibdir 200 bal və müəyyən ixtisaslar var ki, orada müsabiqədə iştirak etmək üçün 250 bal da toplamaq lazımdır. Bu ixtisasların siyahısını bizə Təhsil Naziri təqdim etmişdir. Bu ixtisaslar haqqında bizim kitabçada da var. Balların 200 baldan aşağı düşmək ehtimalı
heç bir ehtimalı yoxdur. Mələkə xanım, 200 bəzi baldan ixtisaslar var ki, misal üçün Aqrar Universiteti 150 bal. O ayrıca bir ixtisaslardır. Aqrar Universitetində olan ixtisaslar, aqrar sahəsində olan birinci qrupda və dördüncü qrupda olan ixtisaslar bizə sual verən şəxs demədi hansı qrupdandır. Biz onu öyrənmədik, amma çox güman ki, digər qruplardandır. Ola bilsin ikinci, üçüncü qrupdadırsa belə bir şans yoxdur. Amma 150 baldan yuxarı nəticə göstərən və aqrar ixtisasları seçən birinci qrupda və dördüncü qrupda onların şansı var qəbul olmağa. Və ən perspektivli ixtisaslar da demək olar ölkə üçün Bəli, prioritet vacib və ixtisaslardır ki, prioritet ixtisaslardır. Və mən sizə onu da deyim ki, keçən il misal üçün baxmayaraq ki, biz bu 150 balı müəyyən etmişdik ki, müsabiqədə iştirak etmək, amma real müsabiqə yarananda demək olar ki, bütün o ixtisaslarda 200 baldan yuxarı nəticə göstərənlər qəbul olmuşdur. Təşəkkür edirik və hal-hazırda yenidən telefon xəttinə tamaşaçı var. Bugün daha çox verilişimizi istəyirik ki, telefon zəngləri üzərində quraq Mələkə xanım. Çünki tamaşaçıların ən çox hansı suallar maraqlandırır, o sualları ilə özləri səsləndirsin. Axşamınız xeyir olsun, buyurun özünüzü təqdim edin və sualınızı eşidək. Axşamınız xeyir olsun, buyurun. Alo. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir. Buyurun. Televizorun səsini alın zəhmət olmasa və sualınızı eşidək. Mən öyrənmək istəyirdim. Alıram bir saniyə. Buyurun. Birinci qrupa imtahan vermişdi. 208 bal yığıbdı. Bəli. Bəli, eşidirəm Artıq sizi. ixtisas seçmisiniz yoxsa seçməmisiniz? İxtisas seçilibdi. Düşmə ehtimalı var. Bax ki, biz yəni özəl istəmirik, dövlət məktəbləri istəyirdik. Yox, bilirsiniz, bizim dövlət ali məktəblərdə də və özəl ali məktəblərdə də bala uyğun olaraq dövlət sifarişli yerlər var. Siz yalnız ödənişli təhsil formasını seçə bilərsiniz. Bəli, sizin qəbul olmaq ehtimalınız var. Çünki yerlərin sayı və müsabiqəyə buraxılanların sayının arasında 2000-ə yaxın fərq var. Yerlərin sayı daha çoxdur, nəinki müsabiqəyə buraxılanların. Təşəkkür edirik xanım. Həm də Mələkə xanım, demək ixtisas seçimi də önəmlidir. Burada elə fakültələr var ki, elə ixtisaslar var ki, həmin o ixtisasların keçid balları hər il daha yüksək olur. 208 bal ötən illərin mənə elə gəlir ki, o statistikasına baxmaqla müəyyənləşdirmək olar ki, hansı universitet ola bilər, hansı ixtisas ola bilər. Bu da bax bu jurnalların əsasında mümkündür. Bəli, belə bir kitabça da var. Demək, keçən il tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrə ixtisaslar üzrə formalaşmış keçid ballar. Bu kitabça da bizim internet saytımızda var. Bunu da əldə edə bilərlər. Təbii ki, burada da bu ixtisasların demək keçid ballarına baxanda bir şeyə də fikir vermək lazımdır ki, bu il həmin ixtisasda plan yerləri artıb yoxsa azalıbdır. Bəli. Plan yerləri azalıbsa, təqdim olunan boş yerlər ola bilsin, keçid bal biraz daha yüksək olacaq. Plan yerlər demək çoxalıbsa, ola bilsin ki, həmin o ixtisaslara keçid bal daha aşağı formalaşacaqdır. Amma yenə də hər bir demək ehtimal onu göstərir ki, 2000 yer daha çoxdur, nəinki müsabiqəyə buraxılanlar və birinci mərhələdə də bu lap aşağı balla da 200 balla da ixtisası düzgün seçməsələr, yenə də ikinci mərhələdə o yerlər yenə də elan olunacaqdır və yenə də 2000 yer, bütün bu 11406 nəfər qəbul olunsa, bizdə 13632 yer var birinci qrupda. Ona görə də müsabiqəyə buraxılan hər bir şəxs ali məktəbə qəbul oluna bilər. Yalnız məqsədi qoyubdursa ki, ali məktəbə qəbul olunum. Amma məqsədi ayrı cürə qoyubdursa ki, mən bu ixtisasa qəbul olmaq istəyirəm. Yalnız bu ixtisasa, konkret bir ixtisasa və misal üçün informasiya texnologiyalarına aid ixtisasa ola bilsin ki, o qəbul olmadı. Həm də Mələkə xanım, Təhsil Nazirliyində statistikasında göstərilir ki, ötən illərə nisbətən bu il yəni qəbul imtahanında nəticələr nisbətən yüksəkdir. Plan yerlərinin bu boş qalmasına biz biraz danışdıq bundan, amma ümumilikdə götürdükdə, hətta qeyd eləmək lazımdır ki, 500-600 bal arası toplayanların sayında da bu il xeyli artım müşahidə olunur. 0-200 bal arası toplayanlarla yanaşı, yüksək bal toplayanların da sayı bu il biraz artır. Mən bir şey qeyd etmək istəyirəm ki, 2 ildir ki, bizdə yeni bir model təqdim olunubdur. 5-ci ixtisas qrupu var və
qabiliyyət tələb edən ixtisasları seçən şəxslər, onlar demək, qəbul imtahanlarda iştirak etmirlər. Müqayisə edəndə demək, bu ilki ilin nəticələrini yalnız keçən illə müqayisə etmək olar, əvvəlki illərlə müqayisə etmək olmaz. Çünki əvvəlki illərlə, mən də o statistikaya baxdım, mən ona görə deyirəm. Bəli. Çünki 14-cü ildə ya da 13-cü ildə olan statistikada 5-ci qrupun da demək, qabiliyyət tələb edən ixtisasların da namizədləri qəbul imtahanlarda iştirak edirdilər. İndi onlar qəbul imtahanlarda iştirak etmirlər. Yalnız buraxılış imtahanı nəticəsinə görə onlar demək, ali məktəblərə sənəd verirlər. Və bəli, bizdə müəyyən demək, nəticələr biz müqayisə edəndə keçən illə təxminən 2-3-4% hər bir segmentdə yaxşılaşıbdır. Və biz ümidvarıq, biz bunu gözləyirdik. Niyə? Çünki bu nəticələrin yaxşılaşmasını artıq biz buraxılış imtahanları başa çatandan sonra biz görürdük ki, buraxılış imtahanları da keçən illə müqayisədə nəticələr yaxşılaşıbdır. Təbii ki, bu yaxşılaşma da bəli. Burada əsas yaxşılaşma cari ilin məzunlarının nəticəsidir, təsir göstəribdir. Və misal üçün 16-cı ildə 0-100 bal arasında nəticə göstərənləri biz götürəndə görürük ki, keçən il bizdə 24% idir bu şagirdlər, bu il bizdə 21%dir, 3% burada fərq var və 500-700 bal arasında nəticə göstərənlər keçən il bizdə 11,87% idir 15-ci ildə. Bu il isə 12,6%. Təxminən 1% artıbdır. 500-700 bal arasında nəticə göstərənlər. Və Mələkə xanım, istədim ki, elə bu mövzu ilə bağlı bizim Facebook səhifəmizə Nurlan Quliyev sual ünvanlayıb. Salam, mənim Mələkə xanıma bir sualım var. Bu il statistikaya əsasən ötən illərdən daha çox yüksək bal yığılıb abituriyentlər və buna əsasən demək olar ki, ballarda ciddi artım baş verəcəkmi? Yəni söhbət 500-600 arası bal toplayanlarla gedir. Bilirsiniz necədir? Demək, keçən illə müqayisədə birinci qrupda keçən il 600 baldan yuxarı nəticə göstərən 581 nəfər idirsə, bu il birinci qrupda 600 baldan yuxarı nəticə göstərən 572 nəfərdir. Görürsünüz ki, burada həmin qrupda elə də artım yoxdur, hətta biraz 9 nəfər azalıbdır. Amma ikinci qrupda keçən il bizdə 600 baldan yuxarı nəticə göstərən 422 nəfər idirsə, bu il burada 656 nəfərdir. İkinci qrupda bizdə 200 nəfər artıbdır. Bəzi ixtisaslar var ki, yəni ki, bu ixtisasların keçid balları keçən ildə nisbətən artacaqdır. Üçüncü qrupda keçən il 600 baldan yuxarı nəticə göstərən 660 nəfər idirsə, bu il üçüncü qrupda 600 baldan yuxarı nəticə göstərən 607 nəfərdir. 57 nəfər azalıbdır, bəli. Dördüncü qrupda keçən il demək 600 baldan yuxarı nəticə göstərən 431 nəfər idirsə, bu il 446 nəfərdir. Cüzi olaraq artıqdır. Ümumilikdə götürəndə keçən il 600 baldan yuxarı nəticə göstərən 2094 nəfər idirsə, bu il 2281 nəfərdir. Təxminən 200 nəfər artıb. Bəli. Bir də Mələkə xanım, konkret belə deyək də, abituriyent 3-cü qrup üzrə 476 bal toplayıb. Bəli. Və bu 476 bal ötən ilin statistikasını bu jurnallarda baxır. Bəli. Həmin o baldan minimum və maksimum neçə keçid balları arasında olan ixtisasları yaza bilər? Yəni, bu nə qədər dəyişir? Adətən ən çox verilən suallardan biridir. Bu 50 yoxsa 70 arası? Mənim məsləhətim ondan ibarətdir ki, birinci abituriyent özü üçün o ixtisasları seçməlidir ki, o doğrudan da o ixtisasları yiyələnmək istəyir. Və o peşənin sahibi olmaq istəyir. Yəni, ali təhsil xatirinə yox? Ali təhsil xatirinə yox, ali məktəbə qəbul olmaq yox. O ixtisasları müəyyən eləyəndən sonra öz balına baxır və baxır ki, onun balı həmin o ixtisaslara uyğundur yoxsa yox. Ola bilsin ki, o istədiyi ali məktəbdə
həmin o ixtisasa o qəbul oluna bilmir, amma regional hansısa ali məktəbdə ya da özəl ali məktəbdə həmin o ixtisasa o qəbul oluna biləcəkdir. Bəli. Bu o zaman ki abituriyent konkret bir ixtisası seçməyi bacarır. Elə abituriyentlər var ki, onlar konkret ixtisası seçmirlər. Onlar yalnız universiteti seçirlər. Misal üçün 3-cü qrupda imtahan veribdir və onun məqsədi yalnız ondan ibarətdir ki, 3-cü qrupda yalnız Bakı Dövlət Universitetini ya da Dillər Universitetini seçmək istəyir. Ona görə də bütün o universitetə aid olan ixtisasları seçirlər. Burada yenə də deyirəm ki, ümumi hansısa məsləhət vermək çox çətindir. Amma bir məsələ də var ki, dövlət sifarişli yerləri ki biz götürürük. Misal üçün 1-ci qrup üzrə bizdə dövlət sifarişli yerlərin sayı kifayət qədərdir. Demək, plan yerləri 5441'dir. Amma dövlət sifarişli yerləri seçmək hüququ olan insanların sayı isə 8149 nəfərdir. Bəli. Bu deməkdir ki, birinci qrupda dövlət sifarişli yerlərə insanların hüququ var 250 baldan yuxarı, hər bir fəndən 10%-dan yuxarı nəticə göstərən şəxs bu ixtisasları seçə bilər. Amma daha şanslı 330 baldan yuxarı nəticə göstərən uşaqlar. Yəni 330 baldan yuxarı nəticə göstərən birinci qrupda dövlət sifarişli yazsın. Amma ondan aşağı yox, hamı yaza bilər. Yaza bilər, amma şans məsələsi var Çünki burada. müəyyən ixtisaslar var ki, misal üçün 500 bal toplayan demək şəxs o ixtisasda ödənişli də oxumaq istəyir və o gedir ödənişli oxuyur, nəinki o birisi ixtisası seçməklə. Dəbdə olan ixtisas deyək də. Dəbdə yox, ümumiyyətlə o ixtisasdır ki, gələcəkdə onu doğrudan da yiyələnib hansısa bir iş sahibi olmaq istəyir. İkinci qrupda misal üçün bizdə dövlət sifarişli yerləri seçmək hüququ olan 6357 nəfər var. Bəli. Amma ikinci qrupda dövlət sifarişli üzrə plan yerlərinin sayı 1926'dır. Beləliklə, ikinci qrupda dövlət sifarişli yerləri əldə etmək üçün 500 baldan yuxarı nəticə göstərmək lazımdır. Kifayət qədər. Bu yüksək nəticədir. Yüksək nəticə. Bəli. Amma eyni zamanda da ikinci qrupda elə ixtisaslar var ki, onlar dövlət sifarişli deyil, yalnız ödənişlidir. Və onları da seçənlər var ki, onlar 600 baldan yuxarı nəticə göstərib, misal üçün ADA Universitetinin ixtisasları orada yalnız ödənişlidir. Yüksək ballılar onları da seçirlər. Üçüncü ixtisas qrupunda demək, bizdə dövlət sifarişli yerlərin sayı 5732'dirsə, dövlət sifarişli yerlərin seçmək hüququ olanların sayı 5732 nəfərdirsə, təxminən 6000'ə yaxın. Dövlət sifarişli yerləri isə biz götürəndə 2721 yerdir. Burada görürsünüz ki, bir yerə ən azı 2,5 adam müsabiqədə iştirak edəcəkdir. Və burada demək 2866 abituriyent 400 baldan yuxarı nəticə göstəribdir, onlar daha şanslıdır. Bunu hamısını bizim bu kitabçalarda bu özü əksini tapıb. Və nəhayət 4-cü qrupda. 4-cü qrupda dövlət sifarişli yerlərin sayı 2444'dürsə, dövlət sifarişli yerlərə seçmək hüququ qazananların sayı 2444'dürsə, dövlət sifarişli yerlərin təqdim olunan vakant yerlərin sayı isə 1405'dir. Yaradan biraz. Bəli. Amma burada da əsas müsabiqə vəziyyəti yalnız Tibb Universitetinin dövlət sifarişli yerlərinədir. Ümumiyyətlə dövlət sifarişli yerlərdə oxumaq üçün 4-cü qrupda 1412 abituriyent 440 baldan yuxarı nəticə göstərən şanslıdır. Bu informasiyalar ixtisas seçim mərhələsində olan abituriyentlər üçün çox vacib informasiyalar. Amma bu informasiyalar açıqdır. Bəli. Bütün bu kitabçalarda bu informasiya var. Hər bir şəxs özü üçün o informasiyanı tətbiq etməyə bacarığı olmalıdır. Başa düşürsünüz? Bəli, və bir də Mələkə xanım, indi biz bunu qeyd etdik, keçid balları misal üçün nə qədər ola bilər də, nə dərəcədə dəyişə bilər. Və ixtisas seçimi zamanı bu balların hər halda hansısa bir ixtisası daha çox yazmaq
o balların da qalxması sözsüz ki, təsir eləyir də. Müsabiqədə iştirak edənlərin, hansısa bir ixtisasda müsabiqədə iştirak edənlərin sayı bu elə də təsir eləmir. Amma ola bilsin o adamlar ki, bu ixtisası seçirlər, onların balı yüksəkdir. Yəni yüksək ballılar daha çox bir ixtisası yazanda. Yüksək ballılar o ixtisası seçiblərsə, orada daha yüksək demək müsabiqə vəziyyəti yaranacaq. Yəni bəzən ötən il bu qədər idi, bu il isə 50-60 bal artdı deyib fikirləşirik ki... Artdı, o deməkdir ki, yüksək ballılar o ixtisasları seçib. Daha çox yazır. Telefon xəttində tamaşaçımız var, axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir. Buyurun, sualınızı eşidək. Mən 5-ci qrupa aid sual vermək istəyirəm. Oğlum test imtahanından 66 bal toplayıb. Qabiliyyət imtahanından, rəsmdən 10, rəngkarlıqdan 8 bal toplayıb. Mən bilmək istəyirəm, bu ixtisas seçimləri nə vaxt başlayacaq? Qabiliyyət imtahanından qutarandan sonra mı? Bəli, qabiliyyət imtahanları hələ ki davam edir. Mən onu deyə bilərəm ki, bugün demək, Aqrar Universitetinin dizayn ixtisası bitməlidir. Hələ ki rejissorluq üzrə qabiliyyət imtahanı davam edir və sabah bir dənə də qabiliyyət imtahanı başlayır. Fiziki tərbiyə və gənclərin çağırışa qədər hazırlığı Pedaqoji Universitetdə. İndiyə qədər qabiliyyət imtahanlarından müsbət nəticə əldə edib müsabiqədə iştirak etmək hüququnu qazananların sayı 4158 nəfərdir. Siz dediyiniz demək ixtisas mən komissiyanın indi siz nömrəsini demədiniz. Mən onu deyə bilərəm ki, misal üçün təsviri sənət üzrə Dövlət Rəssamlıq Akademiyasında ixtisas seçiminə buraxılıbdır. Demək, 82 nəfər. Dekorativ tətbiqi sənət və dizayn ixtisas seçiminə buraxılıbdır. Qabiliyyət imtahanı verəndən sonra 429 nəfər. Heykəltaraşlığa buraxılıbdır 12 nəfər. Təsviri incəsənət müəllimliyinə 184 nəfər və təsviri sənət rəngkarlıq Naxçıvan Dövlət Universitetində 19 nəfər. Sabah bu imtahanlar başa çatandan sonra bu statistikanı biz öz saytımızda bütün o 32 komissiya üzrə, üzr istəyirəm, 32 komissiya deyil, bizdə 44 komissiyadır. 44 komissiya üzrə bu statistika elan olunacaqdır və sabahdan başlayaraq qabiliyyət tələb edən ixtisaslarla demək, imtahan verənlər də öz ixtisas seçimini başlaya bilərlər. Təşəkkür edirik və qeyd edək ki, ixtisas seçimi davam edir və bu mərhələdə hər kəs maksimum diqqətli olmalıdır. Sözsüz ki, həm valideynlər, həm də ki, abituriyentlər. Salih Salahov bizim Facebook səhifəmizə, Açıq Dərs Facebook səhifəsinə sual ünvanlayıb. Demək, Mələkə xanım, mənim 447 balım var, 501 ballıq ixtisas istəyirəm, qəbul ola bilərəm. Yəni, ötən il 501 bal olub o ixtisas. Hər bir şəxsin 15 dənə ixtisas seçmək hüququ var. Hər halda o istədiyi, demək, mən bilmirəm hansı qrupdur və bilmirəm hansı ixtisasdır. Biraz yazanda zəhmət olmasa ona görə də mən yalnız onu deyə bilərəm ki, o bir, demək, ixtisası, ən istədiyi ixtisası birinci yerdə yazıb, şansını sınaya bilər. Və bir də Tünzalə Əliyeva sual ünvanlayır ki, siz bayaq qeyd etdiyiniz 4-cü qrupda ola bilər ki, dövlət hesabına olan ixtisaslarda ballar ensin. Yəni, dövlət sifarişi əsasında biz balları ki qeyd etdik, onlardan aşağı olsun. Bu ola bilərmi? Bilirsiniz, ola bilər, necə ola bilər? Çünki bilirsiniz ki, indi bu il Seçenev adına universitetdə də qəbul aparılır və orada demək, ola bilsin ki, 350 baldan yuxarı nəticə göstərən 4-cü qrupda uşaqlar o imtahanlarda iştirak edib, ola bilsin bir qismi 100 nəfər ora getsin və ola bilsin ki, onların arasında yüksək ballı uşaqlar da olsun. Sonra bilirsiniz ki, psixologiya fakültəsi bizdə Moskva Dövlət Universitetində də var, orada da hal-hazırda qəbul imtahanları aparılır və orada ola bilsin ki, yüksək ballı, orada da müsabiqədə iştirak etmək üçün 300 baldan yuxarı nəticə göstərmək lazım edir və bu ola bilsin, bəli, mən yenə də deyə bilərəm ki, 5 bala qədər, 10 bala qədər bu dəyişmələr mümkündür. Təşəkkür edirik və Ülkər xanım Facebook səhifəmizə sual ünvanlayıb. Salam, çox xahiş edirəm, sualımı səsləndirin. Mən 180 bal yığmışam, Gəncədə ballar 150 baldır.
düşə bilərəmmi? Xahiş edirəm sualımı cavablandırın. Biraz əvvəl bununla bağlı danışdıq. Əgər Mən birinci, desəm ki, dördüncü mən desəm Aqrar ki, düşə Universitetdən bilərsiniz və sonra müəyyən olsa ki, o üçüncü qrupda humanitar sahədə demək imtahan veribdir və o həmin o birinci ya da dördüncü qrup üzrə ixtisas seçimində ixtiyarı yoxdur. Bu korrekt olmayacaqdır mənim cavabım. Ona görə də sual verəndə gərək korrekt sual verələr ki, hansı qrup üzrə bu balı toplayıbdır. Birinci qrup üzrə toplayıbsa seçə bilər və qəbul oluna bilər. Dördüncü qrup üzrə toplayıbsa seçə bilər həmin o aqrar ixtisasları və qəbul oluna bilər. Və qeyd edim ki, həmin universitetdə çox yüksək səviyyədə şərait var və şahidi də olmuşuq. Xaricdə gedib hansısa ölkədə atestatla qəbul olmaqdansa, Mələkə xanım, bundan da bağlı sizin fikirlərinizi öyrənmək istəyərdik. Atestatla gedib ora qəbul olub və qayıdıb sonra burada diplomlarının təsdiqlənməsində problem yaşamaqdansa, bölgədəki o universitetləri seçmək və orada təhsil almaq daha perspektivlidir, daha səmərəlidir. Bizim bölgələrdə çox yaxşı universitetlərimiz var. Misal üçün, Naxçıvan Dövlət Universiteti çox gözəl universitetdir. Aqrar Universitet özü də çox bilirsiniz, zəngin ənənələri olan bir universitetdir və bu sahədə mütəxəssislər misal üçün baytarlıq üzrə, aqronomluq üzrə, onlar ali məktəbi bitirəndən sonra daha tez özləri üçün əmək bazarında kifayət qədər iş yerləri var bu ixtisaslar üçün. Burada nəzərə alaraq dövlət tərəfindən həmin o ixtisasları, hətta mən bilirəm ki, dövlət sifarişi əsasında. Bəli, onlar hamısı dövlət sifarişli əsasında oxuyurlar, demək ödəmə eləmirlər. Odur ki, əziz tamaşaçılar, abituriyent jurnallarında və keçid balları olan jurnallara bir diqqət yetirməklə siz ixtisas seçimini çox yüksək səviyyədə həyata keçirərək istədiyiniz ixtisasa sahib ola bilərsiniz. Amma incələmək lazımdır və bu materiallarla tanış olaraq ixtisas seçmək lazımdır. Mən bu ixtisası seçirəm deyib, bəli, birinci yaza bilərsən. Amma növbəti 14, 13, 12 ixtisası isə hər halda bu materiallarla tanış olmaqla yazılsa, mənə elə gəlir ki, daha istəyən nail olmuş olar. Bəli, amma yenə də elə abituriyentlər var ki, yalnız bir ixtisası istəyirlər və konkret bir universitetdə və ola bilsin ki, onların balı həmin o ixtisasa, həmin o universitetdə çatmayacaqdır və onlar gələn ildə məşğul olub həmin o istədikləri arzularına çata bilərlər. Özlərinə inanmalıdırlar. Təşəkkür edirik. Telefon xəttində tamaşaçımız var. Axşamınız xeyir olsun. Buyurun, sualınızı eşidək. Alo, axşamınız xeyir. Buyurun. Mələkə xanım, salamlayırıq sizi, efirdə görməyimizə çox şadıq. Mənim oğlum bu il ikinci qrup üzrə imtahan verib və 578 bal yığıb. Onun deməli sualım budur ki, ödənişsiz əsaslarla qəbul olmaq imkanı var? Bəli, ödənişsiz əsaslarla onun qəbul olmaq ixtiyarı var. Çünki 500-dən yuxarı nəticə göstərən ikinci qrupda bizdə 1930 nəfərdir. Amma ikinci qrupda dövlət sifarişli yerlər isə 1926-dır. Sizin oğlunuz isə 578 bal toplayıbdır. Bəli, ödənişsiz təhsil almaq onun... Amma hansı ixtisası seçmək? Hansı ixtisas seçmək artıq o bizdən asılı deyil. Bəli, təşəkkür edirik. Və növbəti suallardan öncə istəyərdim ki, Mələkə xanım, bir də bu xaricdə təhsil almağa meyllənmək məsələsi ilə bağlı biraz da ətraflı danışaq. Yəni, bu şəkildə xaricdə gedib təhsil almaq istəyində olanlar, atestatla qəbul olmaq istəyində olanlar, yəni bunlara məsləhətiniz nədir? Bilirsiniz, xaricdə də universitetlər müxtəlifdir. Heç bir demək, yüksək reytinqə malik olan universitet heç zaman biliyi olmayan abituriyenti tələbə adı ona qazandırmayacaqdır. Amma müəyyən universitetlər var ki, onlar bu sahəyə bir biznes sahəsi kimi baxırlar və xidmət göstərirlər ki, gəlsinlər, oxusunlar. Əsas odur ki, təhsil haqqını ödəsinlər. Fakt deyil ki, onlar o universiteti bitirə biləcəklər. Hətta bitirəndən də sonra, təbii ki, onlar sonra gəlib burada öz diplomlarını təsdiqləyəcəklər, yoxsa yox. Amma müəyyən şirkətlər var ki, onlar bilə-bilə yalnız demək bir imkan kimi ki, bir il gedib bir fürsət kimi, bəli, biz sizi qəbul edirik, bir ildən sonra biz sizi
misal üçün Azərbaycanın hansısa universitetinə köçürəcəyik və siz heç ora getməyəcəksiniz və ola bilsin ildə bir dəfə gedəcəksiniz. Bu təbii ki, bu yola gedən valideynlər və bu yola gedən abituriyentlər əvvəlcədən bilirlər ki, bu düz yol deyil. Yəni Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri olaraq siz də... Bu da aydın məsələdir. Azərbaycanın müasir tarixində belə universitetlər Azərbaycanda da olmuşdur və sonra bağlanmışdır və o bağlanan universitetlərin tələbələrinin talehi də hamının yadındadır və onda müəyyən olmuşdur ki, onlar qeyri-qanunu həmin universitetlərdə adları yazılmışdır, amma təhsil almamışdılar. Təhsil nə üçün alınır? Ona görə ki, hansısa bir peşənin, hansısa bir ixtisası yiyələnib sonra özünə əmək bazarında müvafiq iş yeri tapsın. Biliyi olmayan insanın əmək bazarında yeri də yoxdur. Əlbəttə. Və Leyla xanım sual ünvanlayıb ki, mən 343 bal toplamışam, Naxçıvan Dövlət Universitetinin Riyaziyyat Fakültəsinə qəbul ola bilərəmmi? Mən yalnız onu məsləhət görə bilərəm ki, Naxçıvan Dövlət Universitetinin keçən ilki keçid ballarına baxıb, bəli, şansınız var, amma mən Naxçıvan Dövlət Universitetinin keçən ilki keçid ballarından müqayisə eləyib o ixtisası seçə bilərsiniz. Onu da hər halda vaxt itirməyək biz burada. Bəli. Tamaşaçı Abituriyent jurnalının belə bir kitabça var. Bu da bizim saytımızda keçid balları. Keçid balları. Bəli. Və saytdan da tqdk.gov.az saytına daxil olmaqla siz ətraflı bununla bağlı məlumat ala bilərsiniz. Və digər bir sualı ünvanlayaq. Salam, mənim adım Fəriddir, 450 bal yığmışam. Üstünlük çox bal çox xahiş edirəm, çox önəmli. Elə bir formada mesaj yazılıb ki, ətraflı oxumaq mümkün olmadı. Telefon xəttində tamaşaçımız varsa biz qoşa bilərik efirə. Telefon xəttində birazdan sonra tamaşaçımız olacaq və növbəti bir suala keçməzdən əvvəl mən istəyirdim ki, Mələkə xanım, bir də ixtisas seçimi bir də səsləndirək ki, ayın 10-u bitir. Ayın 10-unda artıq bitir və ixtisas seçimindən sonra hansısa bir abituriyent yenidən dəyişmək istəsə? Yox, bu mümkün olmayacaq. Çünki bu proses başlasa ki, demək, bir gün keçdi, ixtisas seçimi bitdi, mən indi ərzəmi dəyişmək istəyirəm. Siz təsəvvür edirsiniz, bu prosesdə 31 min adam iştirak etməyə hüquq qazanıbsa, 30 min dəfə kimsə fikrini dəyişsə, bu proses bir il demək davam edəcəkdir. Təbii ki, indi fikirləşib müvafiq ərzəni doldurub təsdiqləmək lazımdır. Heç kimi tələsdirmir. 10 gün vaxt var. Bəli. Konkret olaraq ixtisaslar da var, bütün məlumatlar var və məsələ ondadır ki, ərzəni yazıb təsdiqləmək də lazımdır. Çox zaman abituriyentlər ərzələrinə daxil olurlar, ərzələri qeyd eləyirlər, Bəli. amma təsdiqləmə demək xanasını da basmırlar. Bəli. Belə hallarda olur. Qabiliyyət imtahanı verənlər bu hallarla rastlaşır. Qabiliyyət imtahanına qeydiyyata bəli, ola bilsin, amma o qabiliyyət imtahanına qeydiyyatı da biz bir aydan çox keçirdik. Bir aydan çox. Bəli. Və 66 min adam bu qabiliyyət imtahanlarda qeydiyyatdan keçmişdirsə, kimlərsə keçməyibsə, başa düşürsünüz, o onun öz səhvidir. Bəli. Və bu seçimdən sonra orta ixtisas təhsil müəssisələrinə qəbul məsələlərinə bağlı istəyərdim ki, biraz məlumat verəsiniz. Yəni, bu ixtisas seçimində artıq qəbulun, belə deyək, ikinci mərhələsində də şansı olmayanların sonradan orta ixtisas məktəblərində təhsil almaq şansları. Bunu bilirsiniz, bax, biz indi nəyi mən qeyd etmək istəyirdim? Demək, ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olmaq bilirsiniz ki, 9-cu sinifin buraxılış imtahanı nəticəsi əsasında aparılmışdır. Və bu proses getmişdir. Biz 8922 nəfəri qəbul etmişdik. Sonra həmin insanlar həmin orta ixtisas məktəblərində qeydiyyatdan keçməli idilər. Öz sənədlərini təqdim etməli idilər. Ödəniş var idisə ödənişi etməli idilər. Cəmi 76% qəbul olunanlardan, cəmi 76%, 6763 nəfər qeydiyyatdan keçibdir. Və indi sabahdan həmin o boş yerlər, 24% boş yer, 2159 yerdir. Biz onları təzədən elan edirik. Və birinci mərhələdə müsabiqədə iştirak edib
9-cu sinifdən demək buraxılış imtahanının nəticəsinə görə və harasa qəbul olmayan şagirdlərin şansı var ki, təzə jurnalı əldə etsinlər. Sabah o jurnal çıxır və eyni zamanda bizim internet saytımızda da olacaqdır. Yenə də ixtisas seçimi eləsinlər. Boş yerlərin sayı 9 illik bazasından boş yerlərin sayı 2696-dır. Və burada qeydiyyatdan keçmiş, mən təkrar edirəm, qeydiyyatdan keçmiş demək bu ilin məzunları bu müsabiqədə iştirak edə bilərlər. Əvvəlki ilin məzunları isə onlar yalnız gərək iyulu ayının 5-də olan imtahanlarda iştirak edənlər bu hüququ qazanıblar. Çünki bu ilin məzunları buraxılış imtahanı nəticəsində bu müsabiqədə iştirak edirlər. Əvvəlki illərin məzunları isə 5-ci qrupa yazılıb test imtahanında iştirak etməli idilər. Ayın 15-dən sonra isə, biz ümumi bu bakalavr pilləsinin nəticələrini elan eləyəndən sonra, ayın 10-dan sonra biz demək ali məktəblərin boş yerlərini müəyyən edəcəyik, onları da elan edəcəyik. Qalsa o boş yerlər və biz görürük ki, yəqin ki qalacaqdır. Təzədən demək ixtisas seçimi imkanı veriləcək o adamlara ki, kim düz seçməmişdir öz ixtisaslarını. Eyni zamanda da demək 5-ci qrupda qeydiyyatdan keçib 11 illik bazadan texnikumlara qəbul etmək istəyənlər üçün imkan yaradacaq ki, onlar tam orta təhsil bazasından orta ixtisas məktəblərinin demək ixtisaslarını seçsinlər, ərizə versinlər. Və bununla bağlı Fərid Bəhluzadə sual verib ki, salam, çox xahiş edirəm səsləndirəsiniz. Mən 5-ci qrupda 58 bal yığmışam. Tibb kollecinə daxil olmaq istəyirəm. Seçim nə vaxt olacaq və qəbul ola bilərəm? Seçim olacaqdır, demək, avqustun 15-dən sonra. Qəbul olmaq bu müsabiqə vəziyyətindən asılıdır. Ola bilsin elə tibb kolleclər olacaq ki, Bakıda ya da Sumqayıtda orada daha yüksək bal, keçən il mənim yadımdadır ki, 70 baldan yuxarıdır. Amma regional kolleclər var ki, orada ola bilsin ki, keçid ballar müəyyən ixtisaslarda daha aşağı olsun. Leyla xanım sual verir. 466 bal toplamışam. Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul ola bilərəmmi? Biz bayaq bundan bağlı. Bilirsiniz, keçid bal 3-cü qrupda burada ixtisaslar çoxdur və 450 baldan yuxarı nəticə göstərən hər bir şəxs dövlət sifarişli yerlərə qəbul oluna bilər. Amma konkret olaraq hüquq fakültəsinə mən məsləhət görərdim yenə də keçən ilki keçid ballara yenə də bu vəsaitə müraciət etsinlər. Çünki keçən ilki ilin nəticələri ilə yüksək nəticə göstərənlərin sayı təxminən eyni səviyyədədir. 3-cü qrupda. Bəli. Elçin Səfərov çox maraqlı bir sual verib. Bilmək istərdim, geodeziya, yer quruluşu, torpaq və şəhər kadastri ixtisası 1-ci qrupa keçibmi? Bəli, bu demək bizdə bunu da biz qeyd etmişik bizim bu jurnallarda. Demək bu keçən il bu ixtisaslarla əlaqədar demək ikinci qrupdaydı onlar. İndi bu il ali məktəblərin demək tələbi əsasında o 1-ci qrupda olan ixtisaslardır. Və həmin o ixtisasları seçənlər demək ümumi qaydada o ixtisasları müvafiq qrupda seçə bilərlər. Yəni Mələkə xanım, bunlar əvvəl, yəni ilin əvvəlindən elan olunur, yoxsa çünki ola bilsin hansısa bir abituriyent bu istiqamət hər şey əvvəlcədən elan olunur. Özü də ilin əvvəlindən və 1-ci nömrəli abituriyent jurnalında da qaydalarda da bu elan olunur. 1-ci nömrəli abituriyent jurnalı çıxanda ixtisaslar hansı qrupa daxildir, orada qeyd olunur. Bu Mələkə xanım, ixtisasların qruplar üzrə yerin dəyişməsi universitet tərəfindən gələn təklif olur, yoxsa? Bəli, onların tələbləri əsasında olur. Təşəkkür edirik. Salam, 2-ci qrup üzrə 446 bal toplamışam. Pulsuz 440 ballıq fakültəyə düşə bilərəmmi? Aysun Məmmədzadə sual verir. 3-cü qrup üzrə nə qədər? 2-ci qrup üzrə 446, yəni dövlət sifarişi əsasında təhsil ala bilərəmmi? Müəyyən şans var təxminən. Çünki 500-dən yuxarı olsaydı dəqiq deyərdim ki, şansınız yüksəkdir. Amma burada da müəyyən ixtisaslar var ki, 2-ci qrupda kimsə həmin ixtisasda ödənişlidə oxumağı daha üstün tutacaqdır və yüksək balla, misal üçün 500 balla ödənişliyə gedəcəkdir. Onda bu bal ola bilsin aşağı düşsün. Müəyyən ixtisaslar var ki, keçən il aşağı ballarla
qəbul olunan ixtisaslar var. Keçən il keçid balları aşağı olan o ixtisasları göstərsə qəbul oluna bilər. Bəli. Telefon xəttində tamaşaçımız var. Axşamınız xeyir olsun. Buyurun, sualınızı eşidək. Axşamınız xeyir. Buyurun. Məlikə xanım. Bəli. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Buyurun. Mən bilmək istəyirəm, oğlum 304 bal toplayıb birinci qrupa. 304. Birinci İngilis qrup. dilindən sıfırı çıxıb. O ümumiyyətlə qəbul oluna bilər, ya ödənişli, ya ödənişsiz, yəni təmiri. Bəli. Bir fəndən kəsiri olanlar müsabiqəyə buraxılır. 304 balla birinci qrupda ödənişli təhsil formasına sizin oğlunuz qəbul oluna bilər. Təşəkkür edirik. Uğur olsun. Raul Həsənov sual verir ki, 301 bal toplamışam. Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat ödənişli əsaslarla təhsil almaq hüququ əldə edə bilərəmmi? Ödənişli əsaslarla bəli. Yəni, Aqrar Universitetdə təhsil Bəli. ala bilərlər. Digər suallara keçək. Demək, bir də Mələkə xanım, ümumiyyətlə, ötən ilki nəticələrlə bu ilki nəticələr arasında, yəni plan yerlərinin boş qalma ölçüsü bu il daha çoxdur, yoxsa ötən il Bu bundan il nisbətən? ümumiyyətlə təqdim olunan plan yerlərin sayı da artmışdır axı. Keçən illə müqayisədə. Ona görə də plan yerlər demək, keçən illə müqayisədə bu ilki plan yerlərin sayı da artıbdır. Bu hər halda abituriyentlərin özü üçün Bəli, kifayət, yaxşı bir kifayət şansdır. qədər şans yaradır. Ricat Əfəndizadə sual verir ki, mən birinci qrup üzrə 154 bal toplamışam. Gəncə Aqrar Universitetində təhsil ala bilərəmmi? Yəni, biz Aqrar Universitetinin adını çəkdik, 150 bal keçid balı. Bəli, özü də 154 balla da təhsil ala bilər və özü də dövlət sifarişli yerlərdə. Dövlət sifarişli Bəli, çünki ixtisaslarda. orada ixtisaslar dövlət sifarişlidir əsasən. Bəli, demək olar ki, bizə ünvanlanan mesajların əksəriyyəti 150, 170, 180 ballardır ki, yəni bu ballarla biz qəbul ola bilərikmi? Yəni daha çox narahat olanlar 200-ün aşağısında olan ballarla bağlı müraciət ediblər. 296 Elşən Orucov sual verir ki, 296 bal toplamışam. Dövlət sifarişi əsasında təhsil ala bilərəmmi? Bəli, siz qrupunuzu yazmamısınız, amma birinci qrup üzrə 296 balla bəli, siz də ödənişli dövlət Hüquq sifarişini. var, amma şans elə də demək yüksək deyil. Çünki 5489 nəfər var birinci qrupda. O insanlar ki 330 baldan yuxarı nəticə göstəribdir. 330 baldan yuxarı nəticə göstəribdir və dövlət sifarişli yerlərin sayı 5441-dir. Amma elə ixtisaslar var ki, Bəli. onlar misal üçün, o ixtisaslara misal üçün qızlar getmir. Bu Dəniz Akademiyasının ixtisaslarıdır. Oraya əsasən oğlanlar gedir. Elə ixtisaslar var ki, demək, ümumiyyətlə onları çox az seçir adamlar. Bəli. Ola bilsin ki, hansısa bir ixtisas indiyə qədər demək, çox dəbdə olmayan ixtisasda belə bir aşağı bal formalaşsın. Ola bilsin, amma bu şans aşağıdır. Bəli. Ayaz Sultanov sual verir ki, salam, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ingilis dilində tədris olunan ixtisaslara qəbul olmaq üçün ingilis dilindən nisbi bal nə qədər olmalıdır birinci qrup üzrə? Burada hər bir universitetdə, hər bir universitetin öz təklifləri var. Bizim 4 nömrəli abituriyent jurnalında və demək, Aqrar, mən üzr istəyirəm, Sənaye Universitetində də tələblər, demək, İngilis dili fakültə ilə əlaqədar olan tələblər də, demək, burada göstərilibdir. Neft və Sənaye Universitetində tədris İngilis dilində müsabiqə Rus və Azərbaycan bölməsi ilə birgə aparılır. Bu şərtlər, demək, Abituriyent bizim jurnallarında, bəli, abituriyent vaxtınız az jurnallarında olduğuna var görə biz və bunları... mən əlavə, demək, bu elanda da qeyd olunubdur. Jurnalistika ixtisası, misal üçün, demək, müxtəlif İslam Universiteti və hər bir ali məktəbə aid olan bu şərtlər burada jurnalda qeyd olunubdur.
Yəni biz sözsüz ki, veriliş ərzində bütünlüklə sualları Bütün jurnalı oxuya bilmərik. Aydın Bəli, jurnalı məsələdir. oxuya bilmərik, hər kəsin sualını cavablandıra bilmərik. Qeyd edim ki, 300-dən artıq Facebook səhifəmizə mesaj gəlib və 300 qədər mesajı biz... O mesajlara demək, bizim abituriyentlər korrekt yazıblarsa, qrupunu göstəriblərsə, siz onları bizə ünvanlayın, Tələbə Qabzırı Dövlət Komissiyasının demək, Facebookuna. Biz onlara individual olaraq cavab verəcəyik və biz gündə bizim Facebook səhifəmizə daxil olan və bizim info tqdk.gov.az demək xidmətimizə daxil olan suallara gündə təxminən 2000-3000 belə elektron cavablar yazırıq. Və bu sualların cavabları da qeyd edim ki, abituriyent jurnalında ixtisas seçimi zamanı nələrə diqqət yetirilməli. Bu tipli broşurlarda ətraflı şəkildə qeyd olunub, yazılıb. Hər bir abituriyent bunu tqdk.gov.az saytına daxil olmaqla bu jurnalları oradan endirə bilər, elektron formada da baxa bilər və yaxud ala da bilər və buna əsasən, bu jurnalların əsasında ixtisasını düzgün seçərək, düzgün də belə deyək, istəyinə nail ola bilər. Və qeyd edim ki, Mələkə xanım, suallarımız çox olsa da, yekun olaraq bir də o dövlət sifarişi əsasında təhsil ala bilənlərin o statistikasını bir də qısaca olaraq xatırladaq. Birinci qrup üzrə hansı baldan... 330 baldan yuxarı nəticə göstərən uşaqların birinci qrup üzrə dövlət sifarişli yerlərində demək, təhsil ala bilərlər. Təhsil almaq şansı yüksəkdir. İkinci qrup üzrə 500 baldan yuxarı nəticə göstərənlər, üçüncü qrup üzrə 450 baldan yuxarı nəticə göstərənlər və dördüncü qrup üzrə 440 baldan yuxarı nəticə göstərənlər. Bu nəticələri göstərənlər dövlət sifarişi əsasında təhsil almaq şansları var. Bəli. Amma bundan aşağı isə ödənişli təhsil ala bilərlər. Yəqin ki, məntiqlə belə şey. Təşəkkür edirəm Mələkə xanım. Çox sağ olun. Ətraflı və geniş izahat verdiniz, abituriyentlərə dəyərli məsləhətlər verdiniz və düşünürəm ki, əziz tamaşaçılar, əziz abituriyentlər, bu məsləhətlər sizin üçün çox səmərəli olacaq. Növbəti Açıq Dərsdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.